Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mavrik prezidenti Daranber Qorxud paytaxtda Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə tanış olub. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Ali qonağa Asan Xidmət Mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Tətbiq edilən qabacıl texnoloji həllər təqdim olunub. Mərkəzin artıq 30-dan çox dövlət və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyini diqqətə çatdırılıb. Daranber Qorxud həmçinin İnnoland, İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar Asan Xidmət və Abadın fəaliyyəti ilə də tanış olub. This is an opportunity for the Republic of Mauritius. Bu səfər Mavrik və Azərbaycanın birlikdə çalışaraq güclü, səmimi və dostluq münasibətləri qurması üçün əla fürsətdir. Mənə Asan Xidməti ziyarət etmə imkanı yaradıldı və qətiyyətlə deyə bilərəm ki, mərkəzdə gördüklərim sadəcə transformasiya deyil, bu Azərbaycanın həyata keçirdiyi bir inqilabdır. Hesab edirəm ki, belə bir həll, belə bir dövlətin əsas məqsədi olmalıdır və hökumətiniz bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Mənə Asan Xidmətin bu qədər inteqrasiya olunmuş rəqəmsal xidmət sistemini necə qurduğunu ətraflı izah olundu. Ölkəmizlə müqayisə etdikdə anlayıram ki, sizin təcrübənizdən öyrənəcəyimiz çox şey var. Prioritetlərimdən biri Asan Xidmətlə əməkdaşlıq sazişinin hazırlanması olacaq.